kişi böyütmək lap çətindir. Qız da çətindir, amma kişi böyüt. Çünki kişidən hər şey asılıdır. Başa düşürsünüz? Ailədə də kişidən asılıdır. O bir dəqiqə o günləri bir yerə getmişəm. Girdim bloka, bir kişi çıxdı, yanında bir qadın, bir dənə də qız. Belə baxdım, bax üzümü çördüm. İnanın, bax baxdım, sonra təzədən çöndüm o kişiyə baxdım. Ürəyimdə deyirəm bu da özünü kişi hesab eləyir. İnanırsınız, özləri də şişmandılar. Day hər yerləri bayırda qalıb. Mən qadınlığımdan bax belə elədim. Bax şortu da belə də deyir. Bax belə bir şey giymişdilər, arvaddı, qızlı. İndi güya onun qızıdır, onun arvadıdır. Baxıram, deyirəm bu kişi sürüstürəm. Niyə demir ki, bir balaca abırlı giyin də? Yəni bunu eləyən kimdir? O icazə verib də, elə deyil. Mən demirəm, geçsin, döysün, neynəsin, göstərsin ki, mən istəmirəm ki, sən bunda giyinəsən. Bilirsiniz, aləm qarışlanır və bir-birinə. Hədlər lazımdır. Hədləri kişi göstərməlidir, bilməlidir. Hədləri. Yəni, o qədər belə ixtiyar verilir. Mən səni sevirəm, get bildiyi elə. Hədsiz bir sevgi. Bax, gördünüz, o sevgi, o qorxsaq o şey eləməz. Qorxmaq o demək deyir, üzr istəyirəm ki, indi xoxan gəlir, əcaib, qəraib bir şey gəlir. Qorxunun altında həmişə hörmət var. Mütləq. Gələ çəkinəsən sən.